Kızlar, yeni bir vloga başlayırıq. Deməli biz bayramda rayona getmişdik. Oradan Kamelya üçün biraz paltar alış-veriş elədik. İstəyirəm onları sizə göstərim. 2 dənə tişört almışam belə. Baxın, biri bu formadadır. Belə Dior'un tişörtüdür. Çox qəşəngdir. Biri də belə ağ rəngdə tişörtdür. Qolunda belə bir detayı var. 22 manata almışam bunu. Bu da çox qəşəngdir. Sonra 2 dənə belə minnoş corablar almışam kirta ilə giyinməyə. Bir dənə də ayaqqabı almışam. Əslində ayaqqabı istəmirdim almaq. Kirta alacaqdım. Amma bunu görüb çox bəyəndim. Görün nə qəşəngdir. Çox şirindir. Belə göstərim. Çox şirin görsənir. Həm də bej rəngi sevirəm. Kamelyanın da çox paltarları bej rəngdədir. Məncə çox minnoşdur. Koftalarla da dəst kimi uyğundur. Kamelya uzanıb yatmağa. Yatıb duranda onu parka aparacağım. Özünü yaxşı aparsa əgər bazar tərəfə də getmək istəyirəm. Bir-iki şey var alınası. O yatıb durana qədər istəyirəm hazırlaşım. Birinci saçlarımı düzləşdirəcəm. Əslində mənim saçıma olmaz düzləşdirmə, yanıqdır deyə. Ustam deyir fenlə düzləşdirməkdənsə, amma bacarmıram. Yana getsəm gecəm öyrətsin. Bir də mən istifadə eləməmişdən əvvəl düzləşdiricini, bu kremi çəkirəm. Olenin termozaşitasıdır, istidən qoruyur. Düzdür, hələ bir effektini mən hiss eləməmişəm, amma iyi, çox qəşəngdir. Daha sonra saçım üçün bundan istifadə edirəm. Amla yağıdır. Öz qabı yaxşı tökülmür deyə mən sprey qabına tökmüşəm belə. Saçlarımı düzləşdirdim. İndi isə keçək make-up'a. Makyajda bunlardan istifadə edirəm. Top Face'in mat tonalisidir. 3 nömrədir. SPF tərkibli. Bu tonalini çox sevirəm. Bir də Maybelline'in tonalisini. Daha sonra karandaşlar. Vivienne Sabon'un bu kabaret lineri. Tuş Maybelline Firework. Bunu mən o qədər də əslində sevmədim. Əvvəl istifadə edirdim Maybelline'in korичневый belə oval formada olan tuşunu. O indi bitib deyə göstərə bilmirəm. Amma bu bitsə onu alacağım. Yəni o mənim üçün ən mükəmməl tuşdur. Qaş geli bu rəngdə və Catrice'dən highlighter, bronzer. Bu krem formasında bronzerdir. Əvvəl toz formasında istifadə edirdim. Belə Kiko'nun olanı. İnanın qızlar, bunu Kamelya bəlkə də neçə dəfə sındırıb. 3 dəfə yerə atıb sındırıb. Mən gedib yenidən almışam. Qiymət də o qədər ucuz deyil yəni. Bu nömrəsi yazılmayıb. Kontur, highlighter bir yerdədir. Belə açım göstərim. Atır yerə sındırır. İçərisi də qırılır. Bunun içərisində güzgü də var idi. Çox sevirdim bu paleti mən. 2 dənə kontur var idi. Bir dənə highlighter. Amma bunu alandan sonra daha mən Kikonu işlətmərəm. Çünki çox qəşəng bir bronzerdir. Mən həmişə bronzer seçməkdə çətinlik çəkmişəm. Yəni mənim üçün ən çətin şeydir də bronzer seçmək. Çox yerdə həm testeri olmur istifadə eləməyə, həm də düzgün seçməlisən ki, çox belə qırmızılıq falan, çox belə korичневlik olmasın. Bu 020 nömrəsidir. Beach Baby belə. Bu highlighter də qızılı alt tonludur. Bu da 020 Rose Beam belədir. Bunları mən Catrice'ləri Rossmann mağazasından almışam, səhv eləmirəmsə. Qiymətləri də çox münasib idi də. Səhv eləmirəmsə 9-11 manat arası belə. İndi isə başlayım make-up'ımı eləməyə. Kamelya taxıb çantamı gedir. Kamelya. Gedək Kaçeliyə. Kaçeliyə gedək.
De. Kamilya üçün belə lövhə aldım. Əslində açılım videosunu çəkəcəkdim indi aldıqlarımı. Kamilya ağladı onu görüb. Ona görə verdim özünə. Aldıqlarıma gəlin birlikdə baxaq. Deməli, belə bir oyun hamurudur. Bunu coffee shopda oturub nəsə düzəltmək üçün almışam. Elə bir akım var idi. Boş verinsiz. Və belə minnoş salfetkalar. Birin bacıya, birin özümə. Çox şirindilər. Baxmayın, siz mənim 24 yaşım olduğuna. Bijuteriya almışam. Belə 1 manat 50 qəpiyə kəpənək formasında Nivdimkadır. Qiymətinə görə çox yaxşıdır. Mən sevirəm belə qiyməti ucuz olub, özü kaliteli görsənən şeyləri. Yəni, bahalı görsənir. Qəşəngdir. Həm də gold aksesuarları sevirəm mən. Və belə bir səp almışam qızlar. Baxın. Tiffany markası. Mənim bunun qiyməti nə qədərdir? 8 manata almışam. Bunun deməli məndə qızıl qolbağı var idi. Belə. Bu formada baxın, eynidir. Orada da gördüm. Dedim, dəst kimi taxaram deyə alım. Amma inanırsınız, orijinal olmayanının rəngi daha qəşəngdir. Nəinki qızılın. Bir dənə indi yan-yana qoyum. Siz baxın. Bilmirəm indi videoda nə qədər aydın düşəcək rəngləri. Baxın, bu qızıldır, bu isə prostoy. Məncə sepi daha qəşəngdir rəngi. Qızıl elə bil ki, bilmirəm niyə. Məndə digər qızıllarda belədir. Rəngi tam gold deyil də, yəni ağ qızıl kimidir. Belə qəribədir. Bilmirəm niyə. Məncə prostoylar daha qəşəngdir. Neysə. Burada belə. Və kosmetika məhsullarım. Evoline-dan belə bir üz yuma penkasıdır. Üz təmizləmək köpüyü, yəni. Kakosludur. Bunun kremini də almışam. Bu formada. Nəmləndirici kremim qutarmışdı. Ona görə bundan aldım. İkisini də dəst aldım ki, eyni olsun. Bunun misilярkası da var. Amma misilярkam qutarmayıb, hələ var. Qutaranda bu seriyanın misilярkasını alacağım. Benefit'in göz tuşu. Şiqlamdan belə bir liner aldım. Sadə ruşka formasında linerdir. Əslində belə linerləri mən sevmirəm. Çünki tez qutarır. Amma qiyməti münasib idi deyə. Dedim, niyə də almayayım. Ayda qızlar, deməli Şiqlam markasını görəndə mənim nə yadıma düşür? TikTokda bir xanım var, xaricdə yaşayan, Şiqlama Şiqləm deyir. Ümumiyyətlə o qadın markaların adını nəsə bir qəribə deyir. Bilməm düzmü deyir, yoxsa biz səhv mi deyirik? Amma nəsə mənə onun demə tərzi gülməli gəlir. Şiqləm markasından qızlar. Belə bir liner. Və maskalar almışam. Maskalarım qutarmışdı. Bu maska çox qəşəngdir. Qara maskadır, bubble mask. Üzünüzə çəkirsiniz və sonra belə şarik formasında olur. Çox qəşənglər. Biri bacınındır bunun, ikisi mənim. Və sonra Evoline-dan belə bir gil maskasıdır. Üz ağardıcı, işıldadıcı maskadır. Və 2 dənə belə kokoslu parça maska. Bu qədər. İndi isə qızlar, başlayaq mənimlə birlikdə make-up masamı düzənləməyə. Makyaj masam, baxın, bu formadadır. Mən belə səbətlərdə qoymuşam makyaj vasitələrimi. Bunlar yadınızdadırsa, əvvəlki vloglarımda görmüsünüzsə, mən bunları Kameliyə almışdım. Onun tib ləvazimatlarını qoyurdum içinə. Lakin indi elə bir şeyə ehtiyac yoxdur deyə bura öz makyaj vasitələrimi yerləşdirmişəm. Amma mənim üçün indi bu dəqiqə bu forma heç praktik deyil. Yəni, çox narahatdır. Mən buradan bir şeyi axtarana kimi
vaxtım gedir. Rahat tez hazırlaşıb evdən çıxa bilmirəm. Onun üçün orqanayzerlər almışam bu formada. Əslində mən istəyirdim Temudan yaxud Trendyoldan belə bölmə formasında şəffaf orqanayzerlər olur. Yəqin ki, çoxunuz görmüsünüz onu. Onlardan alım. Amma marketə gedəndə belə bir qab gördüm. Çox xoşuma gəldi. Deməli, sizi desəm ki, mən bunu hardan tapmışam, bəlkə də inanmarsınız da. Sumqayıtda bir market var, bilənlər bilir, hipermarketdir. Ərzaq və qeyri-qida bölməsi var. Oradan mən bunu tekstil yerinin içindən tapmışam və qiyməti cəmi 5 manatdır. Adı isə çöp kovası olaraq gedirdi qızlar. İndi göstərəcəm sizə niyə elə çöp kovası getdiyini adının. Çünki baxın, bu formadadır. Belə açılır qapağı, çöp torbası kimi. Amma mən düşündüm ki, bunu evə aparıb çöp torbası kimi yox, make-up qutusu kimi dəyərləndirə bilərəm. Həmçinin qıraqlarının bu buzlu effekti də çox xoşuma gəldi. Mən 2 dənə aldım 10 manata. Amma istəyirəm birində alım. Bilməm yerləşəcək yoxsa yox. Əslində yerləşə bilər. Sadəcə belə bir şey kəşf elədim ki, bu hissəsini mən çıxarda bilərəm. Yəni bu üst hissəsini. Məsələn, bunun içinə yerləşməyən nə olacaqsa, duxulardır, spreylərdir falan. Onları da qapaqsız formada içinə qoyaram. İkisini də qapaqlı işlədərəm. Yəni bu hissəsi çıxır belə. Aha, belə çıxartdım sizin üçün. Göstərim deyə. Görürsünüz belə. Yəni bu formada da işlədə bilərəm. İstəyirəm ki, ona görə birini də alım gedim. Məncə yaxşıdır. Burada uzun boy yerləşməyən əşyalarımı qoya bilərəm. Bir dənə də belə bir formada orqanayzerim var. Bu da sizə bayaq göstərdiyim makyaj vasitələrimdir. İndi də make-up masamda nələr var, nələr işlədirəm, hansı markalardan istifadə eləyirəm, onları göstərim sizə. Gəlin başlayaq. Deməli, bu formada duxulardır, yoldaşımın duxularıdır. Mən bu Victoria's Secret'in Bari Vanilla spreyini işlədirəm. Çox qəşəngli, qoxusu çox möhtəşəmdir. Mən bunu, deməli, Lattaf və Yara ətri var, ərəb ətridir. Çəhrayı ilə qablaşması var. Onun da şəklini yerləşdirərəm bura. Onunla birlikdə bunu kombo eləyib işlədirəm. Çox mükəmməldir. Qalıcılığı da çox möhtəşəmdir. Bir də bu arada Victoria's Secret'in orijinal body spreylərini işlədən varsa bilmirəm, siz də deyərsiniz mənə. Deməli, bunu mən alanda qapağını açdım, işlətdim. Qoxu gəlmədi üzərimdən. Yəni heç bir iyi hiss eləmədim. Nə qalıcılıq var, nə iyi var. Çox qəribə gəldi ki mənə. Yəni buna bu qədər pul verdim mən. Bunun nə iyi gəlir, nə qalıcılıq var. Sanki heç nə vurmamışam üstümə. Spirt iyi gəlirdi. Ancaq spirti, kəskin formada spirti çox pis oldum birinci ki. Bu niyə belədir? Bəlkə orijinal deyil, poddelkadır. Sonra qızlar vurmadım bir müddət. Qoydum belə. Sonra vurmağa başladım. Vurdum, dedim bəlkə açılar. Vurdum elə belə, amma hiss eləmirdim də, yəni eyni, yenə də sadəcə spirt iyi gəlirdi. Bir həftə sonra götürdüm, yenə vurdum. Kəskin formada o qədər qəşəng vanil iyi gəldi ki, yəni bilmirəm niyə elə oldu. Bir həftə boyunca heç gəlmədi qoxusu. Bir həftədən sonra isə bilmirəm açıldı mı, nə oldu mu? Bilmirəm bütün Victoria's Secret'in body spreyləri belədir, yoxsa təkcə bu belə oldu. Amma iyi, çox qəşəng oldu, çox da qalıcı oldu. Yəni vururam, 2 gün boyunca bəlkə də getmir də paltarımdan, bədənimdən. Çox qəşəngdir. Amma niyə elə oldu bilmədim hələ də. Yəni mən bu iki kombanı işlədirəm. Vanilyalı duxuları çox sevirəm. Bu Lady Million duxusunu da əvvəl işlədirdim. Amma sizə necə deyim, bu sanki qadınsı ətirdir. Daha olğun qadın ətridir. Mən elə parfümləri sevmirəm. Mən minnoşcuq biri olduğum üçün vanilyalı, belə şirin iyləri sevirəm. Əvvəl tələbə vaxtlarımda da, əgər işlətmisinizsə, Kapitan Black ətrini işlədirdim. O da vanilyalıdır. O da çox qəşəng bir duxudur. Neysə, keçək. Belə bir kök yağı var, havuç yağı. Bunu yayda zaqar eləmək üçün almışdım. Bunu tökürsünüz adi Johnson's Baby yağının içinə, bədənizə sürtürsünüz. Daha yaxşı zaqar almaq üçün. Belə pambıq disklər. Daha sonra Ollinin belə bir termozaşitası var. Mən bunu fendən qabaq istifadə eləyirəm. Çox qəşəngdir dediyim kimi. Əvvəl də demişdim, amma yəni etkisini görməmişəm.
Saçlarım hələ də yıpranmışdı. Bu belə bir bəbə pudrasıdır Kameliyanın. Deməli, məndə belə bir dezodorantlar var. Bunları mən Rossmanndan almışdım. Rossmann markasını çox bəyənirəm, yəni orada satılanları. Bunu oradan almışdım, qəşəngdir. Bunu da həmçinin oradan almışam. Və bunu kiçik boyuna almışam mən. Bunu idmana aparmaq üçün almışdım. Çantama atıram, yəni çox az yer tutur. Məncə çox qəşəngdir idman üçün. Amma sizə deyim ki, yəni bunun böyük ölçüsünə nisbətən bu bundan bahadır qiyməti. Yəni dəqiq yadımda deyil neçə almışam. Amma ya eyni qiymətdir, ya da bu balacası böyüyündən daha bahadır. Mənim belə yadımda qalıb. Daha sonra Barbie spreyi. Mən zər xəstəsiyəm. Zər, highlighter xəstəsiyəm. Yay gələndə də qoluma çəkirəm. Qolum bütün zər olur. Bunu mən Türkiyədən almışam. LC Waikiki-dən jasmin və vanilyalı vücud spreyidir. Qoxusu çox qəşəngdir qızlar. Bu arada sizə bir şey deyəcəm qızlar. Blogerlər falan var da, məsələn görürəm mən. Komodun üstündə 50.000 cür ətri olur. Yəni təbii ki, reklamdan gəlir də olur. Mən heç vaxt elə insanları başa düşməmişəm. Niyə görə? Yəni insanın sevdiyi bir qoxu növü olar. Yəni özünə xas, özünə uyğun gördüyü. Məsələn, mən vanilyalı sevirəmsə, duxumu da vanilyalı işlədirəm, body spreyimi də, saç spreyimi də, nə bilim, zərli spreyimi də, yəni o qoxu üzərindən işlədirəm də. Amma bəziləri var ki, məsələn, bir gün jasminli duxu vurur, bir gün dark duxu vurur, bir gün nə bilim şirin duxu vurur. Bilmirəm, yəni məncə bir qoxusu olmalıdır insanın. Yəni bir-birinə çox bənzəməsə də, oxşarlıq olsa da, yəni eyni ton olmalıdır o duxunun içində. Daha sonra gəlin tananilərimə baxaq. Kiko'dan tananim. Bu bitib az qalıb içində. Amma yenə də qarışdırıb işlədirəm deyə saxlamışam. Çünki bunun rəngi açıqdır. Bu Pupo'dan olan tananinin isə rəngi tündür. Ona görə mən bu ikisini qarışdırıram. Hətta belə qarışdırıb saxlamışam hazır. Hal-hazırda isə mən bu Top Face'in mat tananisindən işlədirəm. Çox razıyam. Əvvəllər Maybelline Fit Me tananisindən istifadə edirdim. Mənim üçün vazgeçilməz tanani o idi. Daha sonra onun qablaşmasını dəyişdilər. Amma sanki için tərkibini də dəyişdilər. Çünki daha əvvəl biraz bərk formadaydı. Qablaşması dəyişəndən sonra duru oldu. Ondan sonra işlətmədim. Həm də üzümdə pütür-pütür görüntü yaradırdı. Ondan sonra keçdim buna. Bu Top Face'ə. Bunun qoxusu da çox qəşəngdir. Nömrəsi 003. 3 nömrədir deyəsən bu. Və mən öz dəri tonumdan açıq rəng istifadə edirəm tananidə. Bunlar üz skrabları, üz parıldadıcı skrablar falandır. Bu da tonikdir. Bielandadan belə bir misil yarkadır. Bunu da çox bəyənirəm. Görün, yəni qarışıqdır bu. Necə deyim, iki fazalıdır. Qarışdırırsınız, bir-birinə qarışır, daha sonra tətbiq edirsiniz. Gil tərkiblidir. Bu yağlı dərilər üçün özəldir. Yəni çox razıyam mən bundan. Bu arada mən bunu Xırdalanda işləyəndə almışdım. 2 dənəsinə, bu boyda 2 dənəsinə 7 manat pul vermişdim. Normalda biri o qiymətədir. Endirimlə almışdım. Çox qəşəng, razıyam. Bu daraq. Belə Yevroşirdən matlaşdırıcı losyondur. Tonik kimi bir şeydir. Nanə tərkibli. Bu da yağlı dərilər üçündür. Bunu da çox bəyənirəm. Ümumiyyətlə mən bu markanın 90% məhsulunu bəyənirəm. Çox bəyənirəm. Qiymətləri nisbətən bahadır. Amma bəyənirəm. Daha sonra bu amla yağıdır. Saç üçün yağ. Bu linza suyumdur. Maybelline markasından belə bir primerdir. Çox qəşəng primerdir. Daha sonra L'Oreal Infallible. Bunu da səhv eləmirəmsə Rossmanndan almışdım. 155 nömrəsidir. Çox örtücü tananlı istəmişdim. Nişana gedirdim deyə bunu tövsiyə eləmişdilər. Həqiqətən də çox örtücüdür. Bunu harasa məsələn tədbirə falan gedəndə istifadə edirəm. Örtücülüyü yüksəkdir. Amma yəni Top Face qədər bəyənmirəm bunu. Teksturasını yəni. Daha sonra Maybelline-dən belə liquid highlighter'dır.
Bu qızlar o qədər möhtəşəm bir şeydir ki, neçə ildir, bəlkə də 3-4 ilə yaxını mən bu highlighteri işlədirəm. Həm rəng tonu çox qəşəngdir, həm də qurtarmaq bilmir. Bilmirəm indi göstərə biləcəm sizə yoxsa yox. Belə görürsüz, bu rəngdə belə zərlidir, qızılı. Çox qəşəngdir. Amma mən bunu indi bizim mağazalarımızın heç birində tapa bilmirəm. Trendyol'a da baxıb axtarmışam. Trendyol'da da yoxdur. Amma əvvəl mən bunu 28-də keçiddəki mağazaların birindən almışam. İndi nə qədər axtarıram, heç bir mağazaya gətirmirlər. Yaxşı şeylər gətirməzlər axı. Bu kremdir, nəmləndirici Adi L'Oreal'ın, bu da Yves Rocher'in bitmiş kremi. Bu tərəfdə isə başı bəlalı səbətim. Bunu Camellia dişləm eləyib. Artıq atacam onları. Bu yeni sponjlarımdır. Bu Catalina'dan Kushon tonalnidir. Bunu da bəyənirəm. Yəni pis deyil, yaxşıdır. Amma günlük istifadə eləmərəm. Burada sponju var idi yumru istifadə eləməyə və içində belə bir tonalnidir. Kubqasını batırırsınız, bura istifadə eləyirsiniz. Belə. Çox qəşəngdir. Bir də bunun zapası var idi içində. Yəni bir dənə də belə maçalka ilə tonalni var idi. Bu hissədən çıxarmaq olur içindən. Hamısına bir yerdə mən bunlara 35 ya 38 manat vermişdim buna. Və bu ən çox sevdiyim şeydir. Bilirsiniz niyə? Mən bəzən özümlə daşıyıram makiyaj vasitələrimi və sponjlarımı da aparıram. Sponjlar da təbii ki, tonalni olduğuna görə əvvəl Pramoy makiyaj çantasının içine atanda bütün çantamın içi tonalni olurdu. Amma bu məndə olandan sonra artıq bundan istifadə edirəm. Çox rahatdır. Atıram bunun içine çıxıram. Bu arada bunu mənə rəfiqəm hədiyyə eləmişdi. Real Technique'in advent kalendarı idi. İçindən bu çıxmışdı. Bir də Real Technique'in fırçaları çıxmışdı. Bu tuşumdur. Maybelline Firework. Kiprik kıvırıcım. Bunları göstərdim sizə. Barbie'nin belə bir highlighteri. Bunu Miniso'dan almışdım. Ay, bu mənim ən sevdiyim göz kölgəsidir. Ən sevdiyim paletdir də qızlar. Qiyməti yadımda deyil. Bunu sevgili vaxtı mənə yoldaşım almışdı. Pastelin nömrə də yazılmayıb. 207 deyə yazılıb. Bəlkə də odur. Deməli bu göz kölgəsi olaraq gedir bütün paletin içindəkilər. Amma mən bunu hər məqsədə istifadə eləyirəm də. Yəni o qədər gözəl rənglərdir ki içində. Yəni tək bu paletlə bütün meykapımı tamamlaya bilərəm o dərəcədə. Bu ağ rəngdə onanı göz pınarlarıma çəkirəm. Bunu highlighter kimi istifadə eləyirəm. Bunu ənlik kimi, bunu isə göz üstümə tətbiq eləyirəm. Yəni belə. Sadəcə 4 rəngdən ibarət paletlə bütün makiyajı tamamlamaq olar. Çox qəşəngdir. Qiyməti də münasib ilə də baha deyil. Və Kiko concealerim çox qəşəngdir, örtücüdür. Kiko firmasını çox sevirəm, məhsullarından çox razıyam. Qaş geli və burada karandaşlar falan. Bu. Deməli, bu Maybelline'in pomadası. Bu mat seriyası çox qəşəngdir. Yəni mütləq alın bunu. Qiyməti 21-24 manat arasıdır səhv eləmirəmsə, amma o qədər qalıcı pomadadır ki, vurursunuz, vurandan sonra matlaşır və qətiyyən çıxmır da. Nə qədər silirsiniz, silin çıxmır. Çox qəşəng tonalni deyəcəkdim, pomadadır. Çox mükəmməldir. Rəfiqəmə də bunun tünd rəngini almışdım. Özümə də almışdım. Anam hardadır? Bunu da sevirəm, pastelin. Bu da davamlıdır. Nömrəsi silinib, amma rəngi çox qəşəngdir. Qırağın tünd konturla konturluyub. İçinə bundan vururdum. Golden Rose qırmızı pomada. Bu da elə maraqlı şeylər yoxdur. Kiko'nun belə bir şəffaf glossu var. Ay, deməli bu salfetin içində nə var? Axı sizə dedim mən bu Kiko'm qırılıb. Kiko'nun içində olan konturu mən buna yığdım ki, mağazaya gedib yenidən özümə başqa markanın konturunu alanda həmin renk tonu ilə eyni tonu tapa bilim. Həqiqətən də elə eləmişdim. Çox biabırçı bir vəziyyətdir. Amma neyniyim, yəni kontur seçmək çox çətin bir şeydir.
Ona görə gedib bu kartrisi belə tapmışdım. Sonra dünyadakı ən mükəmməl liner, bütün anaların, nənələrin işlətdiyi, bunu mamam cavanlıq vaxtından belə işlədir də, yəni o qədər mükəmməl linerdir ki, prosta orijinalını almağa diqqət yetirin. Bu maska tətbiq eləmək üçündür. Bu da bayaq dediyim kimi Real Technique'in advent kalendarının içindən çıxmışdı. Maska çəkirsiniz bunu. Çox qəşəngdir. Əvvəl bilmirdim bu nə idi. Axtardım. Nə qədər axtarıram, tapmır. Yəni nə işə yaradığını öyrənə bilmirəm. Axırda YouTube'da bir xarici influencerda gördüm. Tətbiq eləyəndə. Və bu liner da çox qəşəngdir. Maybelline. Yəqin ki görmüsünüz, salonlarda bu formada linerlərdən istifadə edirlər. Aça biləcəm, sizə göstərim. Qalıcılığı çox qəşəng olur. Çox bərkdir. Qapağı aça bilmədim. Amma çox bəyənirəm bunu mən. Özünün yanında fırçası da var idi. Qiyməti 20 neçə manat idi. Türkiyədən almışdım onu da. Bunu Trendyoldan almışdım mən 1-2 il əvvəl. O qədər qəşəng pigmentasiyası var ki, qızlar, o vaxtı mən 4 ya 5 manata almışdım. Bu yəqin bilmirəm görmüsünüz ya yox. NYX'in eynən belə bir paleti var, rəngli. Onun müadilidir. Amma rənglərin pigmentasiyası bunda o qədər qəşəngdir ki, yəni çox qəşəng qalır. Yayda mən bu rənglərdən istifadə edirəm. Sevirəm rəngli makiyaj eləməyi. Amma yəni dəli kimi yox da. Deyim sizə necə istifadə edirəm, onu da göstərim. Məsələn, sırf gözümü rəngli etmirəm. Yayda deməli mən ən çox bu kombodan istifadə eləyirdim. Bu korичневый rənglərdən qıraq hissəsinə çəkirdim gözümün. İç hissəsinə isə bu fıstıq yeşilindən ən çox yəni bu iki kombonu eləyirdim. Çox möhtəşəm görsənirdi. Və bu arada püf nokta da odur ki, gözün alt hissəsinə də çəkirsiniz bu korичневыni. Yoxsa göz makiyajı tamamlanmış sayılmır. Belə formada. Burada da belə bir gel var. Bu fırçaları təmizləmək üçündür. Kameliyanın burada belə bir make-up'u. Təbii ki, kameliyanın olması olmaz. Bu boyda mamasının əşyası var. Onun da olsun. Çox minnoşdur. Papası alıb. Burada belə bir güzgüsü var. Burada belə pomadası, karandaşı. Çox minnoşdur. Mən özüm də bəyəndim. Ən çox bunları bəyəndim. Bu pedikür üçün istifadə etməyə. Bir də ürəyim getdi buna. Baxın qızlar, pilkadı göy qurşağı formasında dırnaq təmizləməyə. O qədər qəşəngdir ki. Dırnaqlarında bunun istifadə eləyirəm bəzən. Bu vaxt da çox minnoşdur. Belə. Bu da kassalarımız. İndi isə makiyaj vasitələrimi yerləşdirək bunun içinə. Bitirdim qızlar. Masamın son halı belə oldu. Məncə çox səliqəli alındı. Həm də çox pratikdir. Nə istəsəm rahatlıqla əlimin altında tapa bilərəm. Bu formada yığdım. Son anda yadıma düşdü ki, mənim belə fırça qabımda var idi. Onun içinə də fırçalarımı yerləşdirdim. Mən uzun fırça istifadə edə bilmirəm. Bilmirəm niyə. Əlim öyrəşib qısalara. Bu da alanda uzun idi. Alt hissəsini çıxarıb qısa eləmişəm.
Baxım vasitələrini isə mən indi hamama qoyacağam köhnə səbətin içində. Çünki məncə baxım vasitələri hamamda olmalıdır. Yəni hamam təmizlik yeridir. Üz baxım penkalarıdır, köpüklərdir, maskalardır. Bunlar məncə hamamda olmalıdır, makyaj masasında deyil. Çünki su vasitəsilə su istifadə eləyərək onları tətbiq eləyirik, təmizləyirik. Baxım məhsullarını da gətirdim. Bu formada hamama yerləşdirdim. Düzdür, yer bizdə çox olmasa da, məncə belə səliqəli alındı. Həm də köhnə səbətləri yenidən istifadə eləmiş oldum. Burada üz üçün dəsmallardır. Əl üz dəsmalları ayrıdır. Çünki bunu mən sırf üzümə istifadə eləyəcəm. Burada isə maskaları qoydum. Skrablar, köpüklər və saç maskası belə. Çiməndən sonra bunları istifadə eləyəcəm. Bu mən düşünürəm ki, makyaj masasında olanda mən hər gün bunları üz baxım eləyə bilmirəm. Çünki hər dəfə çiməndə özümlə gətirirəm deyə ancaq çiməndən çimənə özümə qulluq eləyirəm. Amma artıq belə krantın yanında olduğuna görə hər axşam məncə əlimin altında olacaq və hər axşam üz baxım rutinimi yerinə yetirəcəm.